Salam, hər vaxtınız xeyir olsun. Ölkənin kriminal durumundan dəqiq xəbər verən verilişdə növbəçiniz mənəm Rəşad. İlk olaraq anonslara nəzər salaq, sonra davam edəcəyik. Bağ evində törədilən qətlin üstü açıldı. 76 yaşlı kişini öldürməkdə şübhəli bilinən 2 nəfərin qolu qandallandı. Paytaxtda çayxanada düşən dava nəticəsində odlu silahdan atəş açan şəxs həbs edildi. Tanışını vuran paytaxt sakininin tapancanı dənizə atdığı məlum oldu. Moskvada həbsxanadan çıxan Azərbaycanlı güllələndi. Onun 13 il əvvəl törətdiyi qətlə görə öldürüldüyü deyilir. Paytaxtda çəkicə əl atan şəxs polisin BMW markalı maşınına hücum çəkərək avtomobili əzdi. İndi isə ölkədə və eləcə də dünyada baş verən kriminal hadisələrə daha ətraflı nəzər salaq. Bakıda bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb. Maçdağı qəsəbəsi ərazisində yerləşən bağ evlərindən birində 1940-cı il təvəllüdlü Həmid Məmməd Rəsuloğlunu kütahələtlə qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyin Abdullazadə və Elman Qasımov tutulub. Hadisə isə fevralın 14-də qeydə alınıb. Xatırladım ki, Hüseyin Məmməd Rəsuloğlunun meyidi özünə məxsus bağ evində aşkarlanıb və faktla bağlı isə artıq Sabunçu prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq gedir. Rusiyanın Sankt-Peterburq şəhərində isə qisas bir Azərbaycanlının həyatdan məhrum edib. 13 il əvvəl törətdiyi hadisəyə görə məhbəs həyatı yaşayan həmyerlimiz həbsxanadan çıxandan sonra naməlum şəxs tərəfindən güllələnərək öldürülüb. Hazırda Yusifi öldürən şəxs və ya şəxslərin axtarışı həyata keçirilir. Qanlı hadisədən isə Nurlan Rafiqoğlu danışacaq. Ölən həmyerlimizin yanından keçən Renault markalı avtomobildən naməlum şəxs ona atəş açıb. Nəticədə Yusif Gebeyev hadisə yerində dünyasını dəyişib. Onun üzərindəki sənədlərinə baxış keçirilən zaman 2 ay əvvəl Lipetskdəki həbsxanadan azad edildiyi məlum olub. Polis müəyyən edib ki, 53 yaşlı Azərbaycanlının qətli 13 il əvvəl törətdiyi cinayət hadisəsi ilə bağlıdır. Qeyd edək ki, 2003-cü ildə Moskvada pərakəndə satışa nəzarət edən və ərazi bölgüsü ilə bağlı danışıqlar aparan 33 yaşlı Azərbaycanlı avtoritet Şamil Məmmədov qətlə yetirilmişdi. Onu yerli avtoritetin sifarişini yerinə yetirən killer tərəfindən əvvəlcə boynuna bıçaq zərbəsi indirildiyi və ardınca Makarov tipli silahla güllələndiyi aydınlaşıb. Hadisədə şübhəli bilinən Yusif Gebeyev saxlanılmışdı və o 12 il azadlıqdan məhrum edilmişdi. Sumqayıtda isə 34 yaşlı şəxs bıçaqlanıb. Hələlik qanlı cinayətin səbəbi və ya səbəbkarı məlum deyil. Təfərrüatları Sərxan Kamaldan eşidək. Sumqayıt şəhərində qanlı hadisə baş verib. 34 yaşlı Abbasov Elşən Vidadi oğlu bıçaqlanıb. Sumqayıtda bıçaqlanan Elşən Abbasovu tanışları 3 saylı şəhər xəstəxanasına gətiriblər. 6 bıçaq xəsarəti alan Elşən Abbasov dərhal cərrahi əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Hadisə barədə Sumqayıt şəhər polis idarəsindən məlumat verilib və şəhər polisi artıq tədbirlərə başlayıb. Yaradılmış əməliyyat axtarış qrupu xəstəxanada yaralıya baş çəkib. Elşən Abbasovu dindirmək mümkün olmadığından hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil. Faktla əlaqədar cinayət başlanılıb, araşdırmalar davam edir. Paytaxtda silahlı insident baş verib. Hadisə Nəsimi rayonu Səmədvurğun küçəsində yerləşən çayxanalardan birində qeydə alınıb. Bakı şəhər sakini Fəzali Qədirov çay evində aralarında yaranmış münaqişə zəminində tanışı Anar Hacıyeva odlu silahla atəş açıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Hadisəni törədən Fəzali Qədirov isə ərazidən qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Fəzali Qədirov tutulub. Saxlanılan şəxs hadisəni Makarov markalı tapanca ilə törətdiyini etiraf edib. Daha sonra isə o silahı dənizə atdığını deyib. Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Rusiyada Azərbaycanlı milyonluq oğurluq törədib. Söhbət bahalı rəsm əsərlərinin talan edilməsindən gedir. Təfərrüatları sıradakı sujetdən biləcəksiniz. İzləyək.
Moskvada qiyməti 26.500 dollar olan rəsm əsərini oğurlamaqda təqsirləndirilən Azərbaycanlı saxlanılıb. Rusiya kütləvi informasiya vasitələrinə istinadən verilən məlumata görə istintaqın versiyasına əsasən Azərbaycanlı Valeh Əzizov Yuliya Kleverin baxımsız bağ əsərini satmaq üçün vasitəçi olub. O 1916-cı ildə çəkilmiş şəkli Quad Fine Art şirkətinin direktorundan alıb. Lakin nə şəkili, nə də pul qaytarıb. Saxlanılan Valeh Əzizov sorğu zamanı 1-ci Nikolayın sarayında olmuş farforlu vaza Konstantin Maykovskinin Bayarin, Vasili Palyonovun Attitut və Fyodor Malyavinin 3 əsərini də oğurladığını etiraf edib. Bu əsərlərin və əşyaların ümumi dəyəri 260 min dollar məbləğində qiymətləndirilir. Bu arada itkinlə bağlı bir elan nəzərinizə çatdırmaq istərdim. Belə ki, itkinlə bağlı elanda Sabirabad rayon polis şöbəsindən bizə təqdim olunub. Şöbədən verilən məlumata əsasən Sabirabad rayonunda yaşayan 22 yaşlı Məmmədov Asəf Yusifoğlu 17 yanvar 2016-cı il tarixində günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Asəf Məmmədov evdən çıxarkən onun əynində göy rəngdə yun şalvar, qara rəngdə gödəkçə, göy rəngdə isə qısa köynək olub. Məmmədov Asəfin əlamətləri isə belədir. Boyu 175 cm, gözləri və saçları qaradır. 22 yaşlı Məmmədov Asəf Yusifoğlu'nu itkin düşəndən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 055 384 56 56 055 639 09 49 070 226 56 00 mobil nömrədən zəng etməklə məlumat vermələri xahiş olunur. Azərbaycanda daha bir şəxs beynəlxalq axtarışa verilib. APA'nın məlumatına görə 1957-ci il təvəllüdlü Amil Mirzəyev mənimsəmə, israf etmə və vəzifə saxtakarlığında ittiham olunur. Azərbaycan hüquq mühafizə orqanları Amil Mirzəyev barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün Interpola müraciət olunub. Mirzəyev Azərbaycan Texnologiya Universitetinin keçmiş baş mühasibi olub. O 2015-ci ildə Maliyyə Nazirliyi tərəfindən universitetdə aşkar edilən mənimsəmə cinayətində təqsirləndirilir. Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin 1-ci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə yaydığı məlumata görə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin 1-ci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb. Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddili nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquq qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Xaçmazda ağır yol qəzası baş verib. Velosipeddən yıxılan 2 məktəbli hərəkətdə olan yük maşınının altına düşüblər. Hər iki azyaşlı müxtəlif sınıqlarla xəstəxanaya çatdırılıb. Hadisə yerindən Şimal bölgə müxbirimiz Aytəkin Alxaslı xəbər verəcək. Xaçmaz şəhərində 2 məktəbli 7 yaşlı Məhəmməd Abbasov və Murad Orucov müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar. Məlum olub ki, Məhəmməd Abbasovu kran tipli evakuator vurub. Ayaq sümüklərinin açıq sınığı diaqnozu ilə şöbəyə yerləşilən Məhəmməd Abbasova ilk tibbi yardım göstərilib. Xaçmaz polis şöbəsindən bildirildi ki, 2-ci sinif şagirdləri Murad Orucov və Məhəmməd Abbasov velosipedlə gedərkən yıxılıblar. Bu zaman uşaqlardan birinin ayağı yolla hərəkətdə olan evakuatorun arxa təkərinə dəyib və sınıb. Velosipeddə olan digər məktəbli Murad Orucov da xəsarət alıb və o da hazırda travmatologiya şöbəsində müalicə olunur. Hadisənin baş vermə səbəbi araşdırılır. Bugün Bakıda çox nadir hallarda rast gələ biləcəyimiz bir hadisə baş verib. Nərimanov rayonu ərazisində mərkəzi küçələrdən birində qayda pozan sürücünü saxlayıb sənədlərini yoxlayan yol patrul xidmətinin əməkdaşları qəfildən yolla gedən bir nəfərin hücumuna məruz qalıblar. Zərər görən isə yol polislərinin BMW markalı xidməti maşını olub. Əlində çəkiclə hazırlıqlı gələn paytaxt sakini maşının sındıra biləcəyi hər bir hissəsinə zərbə vurub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hətta dəyəri 10 minlərlə dollarla ölçülən bahalı bir cihaz da sıradan çıxıb. Maşının çəkiclənməsi anı isə ətrafdan keçən insanlar tərəfindən lent alınıb. Təfərrüatları Ruslan təqdim edəcək. İzləyək. Bu kadrlar Nərimanov rayonu Qədirbəyev küçəsində lentə alınıb. Qayda pozan sürücünü saxlayan yol patrul xidməti əməkdaşları gözlənilməz halla üzləşiblər. Belə ki, sürücüyə protokol yazılarkən yol kənarı ilə hərəkət edən şəxs əlindəki çəkiclə yol polisi avtomobilinə zərbələr endirməyə başlayıb. Bu azmış kimi o, maşının üstünə də çıxıb.
Daha sonra o ərazidən yaymağa çalışıb. Post patrul və yol patrul xidməti əməkdaşları həmin şəxsi saxlamağa müvəffəq olublar. Daha sonra o ərazi üzrə polis bölməsinə aparılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovdan aldığımız məlumata görə hadisəni törədən Şahin Bəylərov saxlanılıb. Şöbə rəisinin sözlərinə görə patrul avtomobilinin şüşələri və güzgülərindən savayı maşına quraşdırılan bahalı iPatrol sistemi də yararsız hala salınıb. Hazırda həmin şəxslə bağlı araşdırmalar aparılır. Onun xəstə və ya içkili olması polisin aparacağı araşdırmalar zamanı məlum olacaq. Paytaxtın yol patrul xidmətinin əməkdaşlarının ötən gecə saxladığı sürücü isə qaçmağa cəhd göstərib. Polisin onu izlədiyini görən Elgün Mahmudov sonradan avtomobilinin əyləcini sıxmalı olub. Hər vəclə spirtli içki qəbul etmədiyini polislərə sübut etməyə çalışan sürücünün iddiasına nöqtəni sərxoşluq dərəcəsini ölçən aparat qoyub. Ardını gecə növbətçimiz Sərxan Kamallı danışacaq. Baxaq. Yol patrul xidməti müfəttişlərinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünü yoxlaması maraqlı anlar yaşadıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakının Sabunçu rayonu ərazisində hava limanı şosesində minik avtomobilin sürücüsünə bu qayda pozuntusuna görə saxla əmr verib. Sürücü əvvəlcə qaçmaq istəyib. Yol polisinin onu təqib etdiyini görən Elgün Mahmudov avtomobili saxlayıb. Yoxlama zamanı məlum olub ki, danışma və eşitmə qüsuru olan Elgün həm də sərxoşdur. O, sərxoş olmadığına polisi inandırmaq çalışsa da, polis onun sərxoşluğunu yoxlamaq üçün müayinə mərkəzinə aparıb. Sürücü xeyr, ehtiyat etmir, lakin bu müayinə nəticəsində təsdiqini tapdığına görə o tərəfimizdən sərxoşluğa görə inzibati protokol tərtib olunub təqdim olunur. Sərxoşluq necədir? Orta dərəcəlidir, yüngüldür yoxsa? Yüngül dərəcəli sərxoşluq. O da müəyyən edilib ki, sürücü Elgün Mahmudovun həmin avtomobili idarə etməyə aid heç bir sənədi, sürücülü vəsiqəsi belə yoxdur. Azərbaycan Karlar Cəmiyyətinin üzvü olan Elgün Mahmudov söhbət əsnasında işarə ilə bir şüşə çaxır içdiyini dedi. Avtomobilə gəldikdə isə onu tanışından sürmək məqsədi ilə aldığını bildirdi. Amma buna baxmayaraq, onun idarə etdiyi avtomobil cərimə dayanacağına aparıldı. İranda yük daşıyan sürücülər narazılıq edir. Onlara dilə gətirən problem isə icazə vərəqələrini ala bilməmələridir. Ona görə də problemi həll etməyin çıxış yolunu aidiyyatı qurumun qarşısında toplaşmaqda görüblər. Bəs bu addımları problemlər həll edibmi? Bu barədə artıq Nurlan Rafiqoğlu'nun reportajında biləcəksiniz. Bir qrup yük avtomobillərini idarə edən sürücü Azərbaycandan İrana yük daşıyıb gətirmək üçün icazə vərəqəsi ala bilmir. Məhz bu istəklərinə nail ola bilməyincə onlar Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti binasının qarşısına toplaşıb. Deyirlər ki, icazə vərəqəsi alarkən İrana giriş-çıxış pulu tələb edilmir. Yalnız yükə və torpaq bastıya görə pul alınır. Müsahiblərin bildirir ki, bu icazəni almaq üçün dövlət rüsumunu ödəməyə də hazırdırlar. Bu vərəqələrə qara bazarda baha qiymətə rast gəlmək olur. Alırlar, baha qiymətə satırlar. Şoförlərdən kim tapa bilirsə, heç kəs də boyun almır ki, sabah onu tapa bilməyəcək, qara bazara veriblər. Bizim də təklifimiz budur ki, onu versinlər ya asan xidmətə, harasa versinlər, biz gedək pulumuzu ödəyək. Onun dövlət qiyməti eşitdiyimizə görə 20 manatdır. Biz onu verirlər 100 dollar, 70 dollar, 80 dollar. Bunu verilsin bir yerə, biz onu gedib rahat tapa bilək. Və yaxud qoy bunu kömrüdə, mən pulumu alım. Qiyməti nədir? Verim onu alım, gedim də verməyim, mən qazandığımı verirəm İrana. İrandan amma vermir mənim dövlətimə. O rahat gəlib keçir mənim üstümə, amma mən qazandığımı aparıb verirəm ona. O da olmaz ki. Narazı sürücülərlə birlikdə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin inzibati binasına daxil olduq. Qurumun sektor müdürü Hidayət Aslanov bildirdi ki, icazə vərəqəsi məhdud saydadır. O vərəqələr də Nazirlər Kabinetinin qərarı əsasında yalnız İrandan Rusiyaya və ya Naxçıvandan Azərbaycana yük gətirən sürücülərə verilir. Gələcəyə bu vərəqələrin sayı artırıla bilər. Hal-hazırda biz birinci mərhələdə 500 ədəd icazə blankı mübadilə etmişik. Müvafiq qanunvericiliyə uyğun olaraq İran bazarından Rusiya, Ukrayna, Belarus və digər ölkələrə işləyən avtodaşıyıcılara təqdim edirik. Və Naxçıvan Muxtar Respublikasının daşıyıcılarına təqdim etmişik, Nəqliyyat Nazirliyinə təqdim etmişik və növbəti mərhələlərdə mübadilə edilən icazə vərəqələrinin sayı artırıldığı təqdirdə birinci növbədə imkansız demək, müharibə veteranı, Qarabağ veteranı və ailəsində çox sayda uşaqları olan daşıyıcılara veriləcəkdir. Qurum rəsmisi onda bildirir ki, hər il ümumilikdə 35 və ya 40 min sürücü beynəlxalq daşımalar həyata keçirir. İcazə vərəqələri isə bütün növ daşımaları həyata keçirən sürücülərə ayrıla bilməz.
Abşeron polisi narkotik maddələrin alverçilərini həbs edib. Saxlanılan şəxslərdən biri qadındır. 38 yaşlı Pərvanə Məmmədova evləri təmizlik işləri görərək çətinliklə qazandığı pulu dərhal öz şəxsi istifadəsi üçün narkotik maddələrin alınmasına xərcləyirmiş. Növbəçinin sonuncu reportajına baxaq. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan 41 yaşlı İlham Dadaşovdan narkotik vasitə müsadirə edilib. Şübhəli şəxs qismində tutulan İlhamın üzərindən marixuana çıxıb. Ailəsini fəhləliklə dolandıran İlhamın sözlərinə görə o narkotiki müntəzəm olaraq qəbul edilmiş. Qazancının müəyyən qismini də bu maddələrə ayırırmış. İşləyirəm, ustayam özüm. İş olanda işləyirəm, olmayanda işləyirəm. Olanda, olmayanda, necə idi yanmamışıq, onda da verəm. Xəstəliyim ağrıyır. Xəstəyəm. 38 yaşlı Pərvanə Məmmədova avamlığından polis orqanına düşdüyünü deyir. Evlərdə təmizlik işləri ilə məşğul olan Məmmədova gündəlik qazandığı pulun bir hissəsini narkotik vasitələrə sərf edirmiş. 2 gündən bir eləyirdim eləyəndə ya, 3 gündən bir eləyirdim. Bir çeti də 2 dəfə və 3 dəfə eləyirdim. Mən köhnə bazarın yanında aldım, tanımıram adamı. Aldım və ondan ayrılananda saxladılar. Ən acınacaqlısı isə budur ki, Pərvanə Məmmədovanın həyat yoldaşı da eyni əmələ görə, yəni narkotik vasitələrdən istifadə etdiyinə görə bir ildən artıqdır ki, məhkumluq həyatı yaşayır. 3 uşaq anası olan Pərvanə indi özü də həyat yoldaşının tutduğu əməli təkrar edib. Onun bir ili tamamdır tutulub, mən 3 aydır. Uşaqlarım təkcə qalıb evdə, çox peşmanım. Gecəni mənsiz qalıblar, bir ilə ağlayırlar indi. Çox peşmanım. Böyüyün 13, 12, 9 yaşlar. Hər iki faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsləri bu əmələ görə 3 ilədək həbs cəzası gözləyir. Belə növbəçidən bu günə bu qədər. Verilişimizi həftə içi hər gün axşam saat 23:30-da izləməyi yaddan çıxarmayın.